Herkese selam. Welcome back to my... Neyse, kanalıma hoş gelmişsiniz. Bu videonun əsas məqsədi grafik dizayna sıfırdan başlayanlara dəstək olmaqdır. Odur ki, çayınızı götürün və başlayın izləməyə. İlk əvvəl baxaq görək dizayn nədir? Bir yazıcı düşünün. O beynindəki ideyaları bizə mesaj vasitəsilə çatdırır. Eynilə dizaynerdə öz fikirlərini vizual formada şəkillər, logolar, mətnlər ilə bizə təqdim edir. Bəs onun hansı növləri var? Qrafik, UI UX, motion və interior. Bunların üstündə çox qalmayacağım. Amma anlayışınız olsun deyə qısaca deyim. UI UX dizaynerlər mobil tətbiqlərin, web saytların interfeysini hazırlayır. Motionçular video və animasiyalar yığır. Interior isə adı üstündə bir ortamı dizayn etmək üçündür. Keçid alaq qrafik dizayna. Bu müxtəlif şəkillər, mətnlər, rənglər əsasında bizə verilən məlumatlardır. Məsələn, daha sadə dildə desək, şəhərdə gəzirik, hər yerdə KFC-nin reklamına rast gəlirik. Baxın, bu işi görən insan qrafik dizaynerdir. Yenə sadə bir nümunə deyək, təsəvvür edin, çipsi yeyirik. Onun qablaşdırılmasında gördüyünüz hər bir detalı dizayner formalaşdırır. Bu qədər işi etmək üçün hansı proqramlardan istifadə olunmalıdır? Əslində 3 tətbiqi bilmək bir sürə öncəyə qədər kifayət idi. Düzdür, dövrün tələbləri artıq biraz daha böyüyüb, amma biz tələsmədən ardıcıl şəkildə proqramları öyrənəcəyik. Illustrator, hansı ki xüsusilə logolar yığmaq üçün istifadə olunan vektor formatlı proqramdır. Əgər bu arada bilmədiyiniz terminlər olarsa, gözünüz qorxmasın. Növbəti videolarda praktikalar etdikcə hər birinə toxunacağım. Photoshop, hansı ki uşaqlıqdan eşidirik, montaj etmək. Baxın, mənə görə bu sözün mənbəyi elə Photoshopdur. InDesign, hansı ki xüsusilə çap işləri görmək üçün idealdır. Canva, hansı ki heç bir dizayner bunu sevmir, içimən qarışıq. Lakin bəzən deadline'lara qısa müddət varsa məcburən Canva'dan istifadə edirik. CorelDRAW xaricdə demək olar ki istifadə olunmur artıq. Ölkəmizdə də az bir qism müəssisədə bu proqram işlədilir. Mənə görə Illustrator və InDesign ona daha güclü rəqiblərdir. Qısacası çap etmək üçün, logolar yaratmaq üçün bu proqram da istifadə olunur. Mən videomuzu çox uzatmayacağım. Bu həm sıxıcı olmasın deyə, həm də yeni başlayan birisi üçün hədsiz dərəcədə dərinə getməyə ehtiyac yoxdur. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.